sual cavab edək. İnşallah. Məşqdə 11 rükət məsələn, qiyamlı namazın qılsan, sonra məşqdə gələndə rükət qılmaq qıla bilərsən. Qardaş soruşur, məscidin həyətində 11 rükət qiyamlı qılsan, məscidə girsən, sonra 2 rükət qıla bilərsən. Cavab budur ki, qıla bilərsən. Bəli. Əsrdən sonra namaz, bu barədə deyəsən soruşmuşlar uşaqlar, biz cavab vermişdik ki, əsrdən sonra gəlib Peyğəmbər sallallahu aleyhi və səlləm qılıb 2 rükət namaz, necə Ayşə radiyallahu anhə və başqa zövcələrindən gəlib. Lakin Şeyxülislam İbn Teymiyyə rahiməhullah buyurur ki, hədə kənə min xüsusiyyətihi sallallahu aleyhi və səlləm, bu deyir, xas idi bizim Peyğəmbərimizə və odur ki, bizə qılmaq olmaz. Yəni, mənə gəlib çatana görə Şeyxülislamın rəyi daha möhtəbərdir, olmaz. Kimsə deyirsə, olar, alimlərdən deyənlər var, olar, sünnədir, qıla bilərsən daim, onlardan bir Şeyx Albani, lakin Allah aləm, yəni mən Şeyxülislamın rəyini daha möhtəbər yoxdur. Qıla biləmən, daha da olar. Yəni ki, əsrdən sonra qılınan 2 rükətdə ixtilaf edib alimlər. Bir qrup alimlər deyir olar, bir qrup alimlər deyir olmaz. Sahabələr qılıblar. Sahabələr qılıblar, deyir Şeyx Albani, və lakin İşte qutardı. Cənazə namazında istisna ilə dua, yəni qardaş soruşur, yəni cənazə namazı misal üçün məsciddə gətirdilər cənazə. Yəni insan əgər ölünün halını bilmirsə və ya şək eləyirsə, halında müsəlmandır və ya şirk əhli kimi ölür, şək eləyirsə istisna ilə dua eləmək olar. İstisna ilə, yəni əgərlə. Misal üçün deyirsən ki, Allahım, əgər təslim olmuşdursa, yəni müsəlman idisə, bağışla onu. İstisnadır. Bu cür dua eləmək olar. Buna dəlil gəlib bu cür duanın növləri, həm Quranda gəlib, həm də Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərində, Quranda keçən ayədə Allah Teala buyurur, Ənə lə'nətəllahi aleyhi in kənə minəl kəzibin. Allah Teala'nın lənəti onlara olsun, əgər yalancıdırlarsa. Əgər yalancıdırlarsa. Bu cür forma gəlib. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsində gəlib, məşhur istixarə duası. Peyğəmbər sallallahu aleyhi və səlləm örgədir sahabələrə, Allahümmə in kuntə tə'ləm, bu cür gəlib. Allahım, əgər bilirsənsə ki, iş mənim üçün xeyirlidir, yəni əgər forması gəlib. Və ona görə də cənazədə də istisna ilə eləmək olar və hətta bunu gücləndirmək üçün Şeyxülislam İbn Teymiyyə rahiməhullah deyir, bu məsələ mənim üçün qaranlıq qalan məsələlərdən idi İslamda. Bu məsələ, sual. Və deyir, yatdım, deyir, yuxuda Peyğəmbər sallallahu aleyhi və səlləm gördüm. Və deyir, soruşdum ondan, deyir, bu sualı. Rahiməhullah soruşub Peyğəmbər sallallahu aleyhi və səlləmdən və Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, ona belə dua edə bilərsən. Və alimlər də bu hadisəni, yəni gücləndirmək kimi gətirirlər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm yuxuda görmək haqdır. Haqdır, yəni müsəlman görürsə, deməli özünü görür. Lakin, yəni demirəm hədis kimi götürülür bu. Çünki Əhl-i-Sünnə və Cəmaə əqidəsinə görə yuxudan əhkamlar düzəlmir. Lakin gücləndirmək üçün bunu da gətirmək olar. Necə Şeyx Hüseymin gətirir, rahiməhullah. Və bilirsiniz, yəni Şeyxülislam böyük alimlərdən olub. Mən yenə deyirəm bunu, kimin bazarı varsa, oxumaq qabiliyyəti, onun kitablarını mütləq oxusun. Hətta İbn-i Daqiq Əl-Eid, rahiməhullah, onun vaxtında yaşayan alimlərdən olur və deyir, Şeyxülislamın deyir, söhbətini eşitdim, deyir, yəni onun məclisində idim, söhbətini eşitdim və dedim ki, deyir, Mə kuntu əzunnu ənəlləhə baqiyə yaxluqa mislək. Yəni, mən inanmıram ki, Allah Teala, özünə deyim ona, mən inanmıram ki, Allah Teala səni kimisini bir də xəlq etsin. Yəni, Şeyxülislam İbn Teymiyyə rahiməhullah böyük alimlərdə olub. Ona görə də kim bacarırsa onun kitablarını oxusun, qardaşlar. Neçənci əsrdə yaşayıb? Hicrətdən təxminən 6-7-ci əsrdə.
128-də ölür. Yox. Ondan sonra 700 il sonra. Qardaş, cənnətin təsvirini yuxuda görən, görmək olarmı? Cənnətin təsvirini yuxuda görmək olar, olmaz bilmirəm sualın cavabı. Allah Taala'nın 99 adı var demək xətadır. Aydındır? Allah Taala'nın 99 adı var. Bununla qurtarır, xətadır. Çünki hətta bizə məlumdur. Yəni kim desə ki, bizə məlum adlar, Allahın adları 99-dur, xəta eləyib. Ümumiyyətlə Allah Taala'nın adları barəsində, ədədinin sayı barəsində alimlər müxtəlif rəydirlər. Və bir qrup alimlər deyir, Allah Taala'nın 300 adı var. Və bir qrup alimlər deyir, 1000-dir. Və bəzilər deyir, 1001-dir. Və bəzilər deyir, 4000. 4000 adı var deyirlər. Allah Taala o adlardan 1000-ini özündə saxlayıb və ikinci 1000-ini özü və mələklər arasında bölüb, yəni elan edib, üçüncü 1000-ini özü mələkləri və peyğəmbərləri arasında və dördüncü 1000-ini möminlərə və bu da deyir, gəlib 300-ü Tövratda, 300-ü İncildə, 300-ü Zəburda, 100-ü də Qur'anda. 900, 1000. Elədir 4000. Və deyiblər ki, 99-u zahir olub bizə, yəni elan olunub, biri gizlənilib, yəni saxladılıb Allah Taala. Və bəzi alimlər deyirlər 124 min dənədir. Dəlillə tuturlar hədisdə 124 mindən peyğəmbər var. Gəlib, hər peyğəmbər deyib bir addan gəlib. Allah Taala'nın bir adını deyibsə, artıq 124 min olur. Və bəzi alimlər də deyiblər, Allah Taala'nın 99 adı var, qətiyyətlə. İbn Həzm deyir. İbn Həzm də bilirsiniz, zahir məsələnin banisidir. Zahir məsələnin banisidir, hədisin zahirindən götürüb İnnə lillahi tis'ətən və tis'inə ismən mən əhsahə dəxalə cənnə. Allah Taala'nın 99 adı var. Kim saysa cənnətə girər. Hədisi götürüb zahirindən və deyib ki, rahiməhullah, mən qalə innə lillahi əksərə min tis'ətə və tis'inə ismən fəvvə kafir. Və kim desə ki, Allah Taala'nın 99-dan çox adı var, kafirdir. İbn Həzm deyib. Lakin qardaşlar, bu dediklərimin hamısı zəifdir. Heç bir əsas dəlil yoxdur buna. Sadəcə alimlərin görüşüydü, qeyd elədim. Səhih budur ki, müsəlman, hər bir müsəlman etiqad etməlidir ki, Allah Taala'nın adlarının sayının ədədini heç kəs bilmir. Nə qədərdir? Niyə? Dəlil də odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dua eləyir. Allah'a deyir, Allahümə inni əsəlukə bi kulli ismin huvələk. Allahım, o adlar ki sənindir, o adlarla səndən istəyirəm. Səmmeytə bihi nəfsək, hansı ki o adlarla özünü adlandırdın. Əv ənzəltəhu fi kitabik, və ya o adları ki kitabında indirdin. Əv alləmtəhu əhədən min xalqik, və ya o adları ki öz məxluqlarından birinə indirdin, öyrətdin. Əv istəsərtə bihi fi ilmil qaybi indək, və ya o adlarla ki öz elmində saxladın, bildirmədin heç kimə. Bu hədis dəlildir ki, elə adlar var ki, Allah Taala o öz adını heç kimə bəyan etməyib, öz elmində saxlayıb. Bu hədis də səhihdir, dəlalət edir ki, Allah Taala'nın adlarının sayını heç kəs bilmir və lakin 99 say hədisi, izahı, mənası budur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, İnnə lillahi tis'ətən və tis'inə ismən, Allahın 99 adı var, mən əhsahə dəxaləl cənnə, kim onları saysa cənnətə girər. Yəni, cənnətə girmək üçün bu 99 ad kifayətdir. Sanki sən deyirsən ki, məndə filan 50 manat pul var, misal üçün, hazırlamışam filan şey üçün. Yəni, bu o demək deyil ki, səndə 50 manatdan artıq pul yoxdur. Aydındır. Lakin filan şey üçün 50 manat kifayət edir. Misalı. Və həmçinin bu. 99 ad onun üçündür ki, cənnətə girmək üçün. Yəni, Allah Taala'nın 99 adı var, adlar bu saydan ədəddə qutarmır. Yəni, alimlər bu izah edirlər. Yəni, sayan girəcək cənnətə. Mənası odur, Allah Taala'nın
adlarının sayını heç kim bilmir. Və necə Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, Allahı lazımınca tərifləyə bilmirdi, həmd edə bilmirdi, ona görə ki, bütün adlarını bilmirdi, ona görə. Hətta hər adlarla tərifləsin. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm səcdədə olanda dua eləyir, Allahümə la uhsi sənəən aleyk, əntə kəmə ətneykə alə nəfsik. Allahım, mən səni layiqincə tərifləyə bilmirəm və ya tərifləyə bilmərəm, sən özünü təriflədiyin kimisən. Və Şeyxülislam da buyurur ki, niyə təriflənmirdi? Ona görə ki, bilmirdi adlarının hamısını. Ona görə. Mən bir şey deyim sizə, qardaşlar. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, yəni heç mi şamil eləmirəm, sadəcə olaraq ilk növbədə öz nəfsimə, sonra hər birinizə nəsiyyət edirəm ki, Allah Teala buyurur Quranda, ey iman edənlər, Allahın dininə bütövlüklə girin. Bütövlüklə, tam. Yəni, bəzi əhkamları qoyub, bəzilərini buraxmayın. Allah Teala Quran endirib bizə öz kitabını. Və lakin insanlar Quranı qarşılamaqda müxtəlifdirlər. Və bəzi insanlar, vallahi, bəzi insanlar Quranı qarşılayır, bir hissəsini qəbul edir və bir hissəsini öz ağlınla rədd edir. Və hədisləri həmçinin. Bir hissəsini deyir, razılaşıram, mənə xoşdur, münasibdir, öz ağlımla və bəzi hissəsini deyir, mən qəbul edə bilmərəm. Və məlumdur ki, müqarrar olan məsələlərdəndir ki, insanın əqli, sağlam əql heç vaxt Quranla və sünnədən zidd ola bilməz. Niyə ola bilməz? Çünki Allah subhanahu və teala sağlam əqli sənə verən odur və kitabını da endirən odur və Peyğəmbər sallallahu aleyhi və səlləmini danışdıran odur. Ona görə Allah Taala'nın ayələrinlə sağlam əql heç vaxt bir-birinə zidd gələ bilməz. Əgər gəlirsə, yəni hansı insan ki, öz özlüyündə hansısa İslamın əhkamlarını və ya bəzi məsələləri qəbul etmir və öz ağılına münasib yozursa, Allahi böyük bəladır və Allah subhanahu və teala hesab edəcək buna görə. Çünki İslam dini kamildir və heç kimin ağlına ehtiyac yoxdur bura. Kimə ki xoş gəlir, bir hissəsi qəbul edir və kimə xoş gəlmir, bu etmir. Yəni, Allah subhanahu və teala kimə xeyr istəyirsə, qardaşlar, xeyr istəyirsə, Allah Teala ona ilk növbədə özünü tanıdır. Özünü, adlarını, sifətlərini, feillərini və sonra öz kəlamını onun zehninə düzgün salır. Yəni, adam var, Quran-ı Kərimi oxuyur, başa düşür, hədislərə gələndə, yəni, hədislərdə olan əhkamları tam şəkildə, yəni, qəlbi qəbul etmir, rahatlaşmır. Və bu da bəladır əslində. Və ona görə də mən nəsiyyət edirəm ki, qardaşlar, kimin ki hədislər, ayələr onun nəfsinlə düzgün gəlmirsə və ya onun ağlınla öz ağlını ittiham eləsin, öz nəfsini ittiham eləsin. Çünki Allah subhanahu wa ta'ala sözü haqdır. Allah Teala buyurur, "Əmən əsdaqu minallahi qilə." Allahdan doğru kim danışır bilər? Allahdan doğru danışan yoxdur. Allah subhanahu wa ta'ala nə deyibsə haqdır. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm Allah Teala Peyğəmbəri haqqında buyurur, əgər bizim adımızdan nəsə uydursaydı, mən məhv edərdik onu deyir. Sallallahu aleyhi və səlləm. Yəni, xülasə qardaşlar, Allah subhanahu wa ta'ala faydalardan üçün bilir. Sallallahu aleyhi və səlləm.